Salam, hər vaxtınız xeyir. Mən Həqiqət müəllimə. Bugün sizlərə təbiət dərsliklərində 5-ci sinif bölmə 2 canlıların müxtəlifliyinin izahını paylaşacağam. Təbiətdə fərqli milyonlarla canlı növü var və bu canlı növlərinin bəzi xüsusiyyətləri bir-birinə oxşar ola bilər ki, bu zaman biz onları eyni qruplara aid edib daha rahat öyrənə bilərik. Buna görə də canlıların müxtəlifliyini öyrənərkən biz bəzi qruplaşdırma metodlarından işləməliyik. Buna da təsnif etmə metodu deyəcəyik, yəni təsnifat metodu deyəcəyik. Canlıların sadədən mürəkkəbə doğru inkişafı təkamül adlanır və bu təkamül zamanı canlılar müəyyən quruluş prinsiplərinə görə bir-birlərinə oxşar formada, bir-birlərindən formalaşıblar. Ona görə də biz oxşar qrupları eyni yerdə təsnif edəcəyik. Bu da bizə onları öyrənmək üçün köməklik göstərəcək. Deyək ki, marketə daxil olmuşsunuz və siz meyvə şirəsi axtarırsınız. Əgər marketdəki bütün ərzaqlar bir-birinə qarışıq olsaydı, sizin onu tapmağınız saatlarla vaxtınızı ala bilərdi. Amma marketdə meyvə şirələri bir tərəfdə, deyək ki, tərəvəzlər bir tərəfdə, məsələn, makaron, qreçka, düyü kimi ərzaqlar bir tərəfdə qruplaşdırıldığı üçün biz onları daha rahat, asan və qısa müddət ərzində tapa bilirik. Canlıları da bu şəkildə qruplaşdırmaq bizə onları daha asan öyrənməyə kömək eləyir. Canlıları 4 böyük qrupda qruplaşdıracağıq. Bunlar bitkilər, heyvanlar, göbələklər və bakteriyalardır. Canlıların 4 böyük qrupu. Heyvanlar, bitkilər, göbələklər və bakteriyalar. Bu qrupların ən kiçik ölçülülərini mikroorqanizmlər adı altında qruplaşdıra bilərik. Yəni həm heyvanların, həm bitkilərin, həm göbələklərin, həm bakteriyaların gözlə görünməyən ölçüdə olan nümayəndələrini mikroorqanizm kimi qruplaşdıra bilərik. Həmçinin də bunlardan əlavə bir də viruslar qrupu var ki, o canlı deyil artıq, amma təbiətdə viruslar da mövcuddur. Sadəcə onları biz canlı qrupu olaraq nəzərimizdə tutmayacağıq. Çünki onların qidalanma, tənəffüs etmək kimi həyati funksiyaları yerinə yetirmə qabiliyyətləri yoxdur. Biz canlıları qruplaşdırmağı hal-hazırda onları öyrənmək üçün istifadə ediriksə də bunu Carl Linneyə borcluyuq. Çünki ilk dəfə bunu Carl Linne edibdir. O canlıların ilk təsnifat sistemini hazırlayan şəxs olmuşdur və qruplaşdırıb canlıları daha rahat öyrənmə metodunu təklif edib. Bu alimimizin adı Carl Linnedir. Gəlin bir neçə təsnif etmə metodu ilə tanış olaq. Məsələn, birinci təsnif etmə metodumuz adlanır təyin edici açar. Burada müəyyən bir sual var. Sualın ya cavabı bəli olmalıdır, ya cavabı xeyir olmalıdır. Deyək ki, xəzi varmı? Bəli. Məsələn, düşünün ki, biz bir canlı tapmışıq. Deyirəm, məsələn, oxşadıblar onu balıqlara. Amma bu sxem bizə kömək edir ki, həqiqətən o balıqlara aiddir, təsdiq eləyək. Məndən soruşur ki, xəzi varmı? Baxıram ki, balıq tapmışam, xəzi yoxdur. Yəni, əgər xəzi olsaydı, buna misal nümunə tülkü kimi veriblər, məməllərə aid edəcəkdik. Amma xəzi yoxdur. Onda xeyir çıxışı ilə davam eləyirəm. Lələkləri varmı? Baxıram balığıma ki, yox, lələklərdir. Amma hələ balıq olduğunu bilmirəm, deyək ki. Yeni kəşf etmişəm, yeni tapmışam bu canlını. Əgər lələkləri varsa, quş olacaqdı. Amma mənim tapdığım canlının lələkləri yoxdur. Xeyir çıxışından davam eləyirəm. Soruşur ki, dərisi qurudu mu? Baxıram ki, tapdığım canlının dərisi quru deyil. Yəni, cavabım xeyirdir. Əgər quru olsaydı, bu sürünən ola bilərdi. Amma quru deyil. Yenə xeyir çıxışından davam edirəm. Sonra mənə sual verirsə ki, pulcuqları varmı? Baxıram ki, bəli, pulcuqları var. Deməli, onda mənim tapdığım canlı balıqlara aiddir. Yox, əgər pulcuqları da olmasaydı, o zaman xeyir çıxışından davam edib, cavab olaraq amfibini, yəni qurbağanı götürə bilərdik. Bu metod adlanır təyin edici açar metodu. Növbəti metodumuz isə adlanır təsnifat sxemi metodu. Yenə bayaqki qaydada sxem qurulur, amma bəli, xeyir butonlarını biz burada müşahidə etmirik. Burada qruplara bölünür. Məsələn, heyvanlar
İki qrupa ayrılıb. Deyək ki, A qrupu, B qrupu. Burada onları lələklilər və pulcuqlular olaraq adlandırıb fərqli qruplarda ola bilərdi. Heyvanlardır qruplara bölüb lələklilər və pulcuqlular olmaqla. Baxıram ki, mənim tapdığım canlının lələyi varmı, yoxmu? Bunu hansı qrupa aid edə bilərəm? Əgər lələklilərə aiddirsə, lələklilərin özünün də içərisində lələyi olub üzə bilənlər, lələyi olub üzə bilməyənlər qrupları var. Lələyi olub üzə bilənlərin içərisində okeanda ya da okeanda üzməyənlər qrupu var. Yəni, hər dəfə daha detallı onu öyrənə bilirik. Məsələn, deyək ki, mən məktəbə getmişəm və bir şagirdi axtarıram. Tanımadığım bir məktəbdə ilk dəfə daxil olmuşam. Məndən nə soruşacaqlar? Şagird neçənci sinifdə oxuyur? Şagirdin adı nədir? Siz onun nəyisiz? Bu kimi suallar soruşacaqlar, düzdür? Yəni, bu suallara cavab verdikcə də mən artıq şagirdin hansı qrupda olduğunu, hansı şagirdindən mənim danışdığımı tam net şəkildə qarşı tərəf biləcək ki, neçənci sinifdə oxuyan filan şagirddir, məsələn deyirəm. Bu, onun daha rahat tapması üçün çox effektiv bir vasitə olacaq. Sonra növbəti metodumuz bu şəkildə cədvəl metodudur. Cədvəl metodunda biz onun quruluşu haqqında müəyyən informasiyalarla cədvəlimizi doldura bilərik və bu zamanda onun xüsusiyyətlərinə əsasən digər hansı canlıların onunla oxşar olub fərqli olduğunu qruplaşdıra bilərik. Məsələn, deyək ki, burada müxtəlif canlılar verib böcək, ilbiz, soxulcan, qarışqa kimi. Böcəyin 6 ayağı, 2 bığcığı var məsələn. İlbizdə deyək ki, bir ayaq olur, bığcıqları, lamisə çıxıntılar olur, bunlarda bığcıq deməyəcəyik. Soxulcanların ümumiyyətlə ayaqları olmur. Qarışqanın yenə 6 ayağı olur. Yəni, məsələn, qarışqa ilə böcəyi artıq biz buradan eyni qrupa aid edə bilərik. Çünki 6 ayağı var, oxşar bir qrup. Yəni, 6 ayaqlılar deyə bir qrupa aid edə bilərik. Bu şəkildə cədvəllə də onları sxemləşdirə bilərik. Heyvanları və bitkiləri necə qruplaşdıra bilərik? Növbəti 2 mövzu bundan bəhs eləyir. Əvvəla heyvanları qruplaşdırma metodlarına baxaq. Əslində, qruplaşdırmaq biraz spesifikdir. Yəni, hər birimiz fərqli üsulla qruplaşdıra bilərik. Məsələn, birimiz paltarlarımızı rənginə görə qruplaşdırırıq dolabımızda. Birimiz paltarlarımızı, deyək ki, köynəkləri ayrı, şalvarları ayrı qruplaşdırmışıq məsələn. Ya da elə adam var ki, kombinləyir və o şəkildə asır dolabından ki, yəni mən bunu bu formada geyinəcəm. Yəni, hərənin bir qruplaşdırma üsulu ola bilər. Amma ən yaygın, ən çox heyvanlarda istifadə olunan ilk qruplaşdırma amili onun onurğasının olub-olmamasıdır. Əgər baxırıq canlıya onurğası varsa, deməli onurğalı qrupuna aiddir, yoxdursa, deməli onurğalı qrupuna aid deyil. Onurğanın da nə olduğunu birinci bölmədə demişdik. Hansı canlıların onurğa sütunu var, orada da skeletlərin şəklində müşahidə etmişdik. Onurğalılar, deməli, qruplaşdırıldığı zaman biz onları aşağıdakı qruplarda öyrənə bilərik. Məməlilər qrupu, daha sonra quşlar qrupu, daha sonra balıqlar, sürünənlər, bir də suda quruda yaşayanlar qrupu olmaqla. Gəlin məməlilərdən başlayaq. Məməlilərə bir neçə nümunə veriblər bizə. Bunların ən vacib xüsusiyyəti onlarda balanın südlə bəslənməsi qabiliyyəti olmasıdır. Yəni, bütün məməlilər bir mənalı olaraq balalarını südlə bəsləyir. Bundan istisna yoxdur. Əksəriyyəti diri bala doğur, amma əksəriyyəti, hamısı yox. Məsələn, ördək burun, yexidna kimi bəzi məməlilər yumurta qoymaqla çoxalırlar. Əksəriyyətinin bədəni xəzlə örtülüb, tüklə örtülüb, yenə hamısı yox. Məsələn, balinanın, delfinin tük örtüyü yoxdur. Və yaxud da deyə bilərəm ki, əksəriyyəti suda, yəni quruda yaşamağa uyğunlaşıbdır, amma quruda yaşayır, amma suda da yaşayan nümunələri var. Deyək ki, yenə balinanı, delfini suda yaşayan nümunə olaraq qeyd edə bilərik. Hamısı amma bir mənalı olaraq onurğalıdır, ona görə onurğalı qrupuna aid edilir. Bütün məməlilər uça bilmir desəm səhv olar, çünki yarasalar uça bilir. Məməlilər üzə bilmir desəm səhv olar, çünki pərləri olan və külək şəkilli ətrafları olması nəticəsində üzə bilən balina, delfini misal göstərə bilərik. Ya da yumurta qoya bilmir məməlilər, yenə mümkünsüzdür. Yəni, yumurta qoya bilir. Çünki bayaq dedik ki, bəzilər yumurta qoymaqla çoxalır. Amma bircə dənə burada balanın südlə bəslənməsi fikri bu bütün məməlilər üçün spesifik bir fikirdir. Növbəti bunların deməli onurğalıların növbəti qrupu olacaq quşlar. Quşlar da onurğalılara aiddir və bunlar yumurta qoymaqla çoxalırlar. Bədənlərinin üzəri lələklərlə örtülüb və qurudur.
Adətən qurudur, amma vəzisi bir dənə quyruq hissəsində vəzisi var. Çox güman ki, müşahidə etmisiniz. Əsasən su quşlarında quyruqlarını sıxırlar, o yağı lələklərinə sürtürlər. Bu yağın bilirsiniz suda suyun nüfuz etməsini çətinləşdirir yağ təbəqəsi. Ona görə də lələklərin üzərinə yağ təbəqəsini çəkərək onların suda islanmasının qarşısını alırlar. Yəni bədənlərində bircə dənə bu vəzi var, pi vəzisidir. Bu quyruq hissəsində yerləşir. Digər bədən hissələri isə qurudur. Yumurtaları qalın, sərt qabıqla örtülü vəziyyətdə qoyulur və adətən dişi fərdlər yumurtaların üzərində bir müddət yatır və nəticədə yumurtalar çıxana kimi onları qorumuş olur. Və bütün quşlar isti qanlıdırlar, yəni bədən temperaturları ətraf mühitin temperaturundan asılı deyil. Mühit dəyişəndə temperaturu, onun bədən temperaturu dəyişmir. Bu xüsusiyyəti bir də məməlilərdə müşahidə edə bilərik. İstiqanlı heyvanlar hansılardır desəm, məməlilər və quşlardır. Bu nə deməkdir? Bədən temperaturu mühit temperaturundan asılı deyil. Daima stabil temperaturda orqanizmi mövcuddur bunların. Quşların özəlliyi onların dimdiklərinin olması, lələklərinin olmasıdır. Uçma qabiliyyətləri var, amma uçma qabiliyyəti yalnız quşlarda deyil. Məsələn, biz onurğasızlarda, həşəratlarda da uçma görə bilərik, ya da məməlilərdə, yarasalarda da uçma görə bilərik. Amma bütün quşlar uçurmu? Xeyr, bütün quşlar uçmurlar. Məsələn, dəvə quşu sürətlə qaçır, uça bilmir. Pinqvinlər isə sürətlə üzür, amma yenə uça bilmirlər. Növbəti onurğalı qrupumuz adlanacaq balıqlar. Balıqların hamısı demək olar ki, suda yaşayır. Bircə dənə ağciyər balıqları var ki, onlar ağciyərli nəfəs ala bildiyi üçün quruda yaşayır. Buna görə də düşünülür ki, qurbağalar elə ağciyər balıqlarından əmələ gəlib. Yəni qurbağanın əcdadı balıqdır deyə düşünülür. Bədənlərinin üzəri adətən pulcuqlarla örtülü olur və pulcuqları sümük mənşəlidir. Sümük mənşəlidir və sümük mənşəlidir, yəni dəri mənşəli deyil, sümük mənşəlidir. Bəzi balıqlar isə qığırdaqlıdır, onların da pulcuqları qığırdaq mənşəli olacaq. Qığırdaqlı balıqlara akulaları, skatları misal göstərə bilərik və akulaların həmçinin diri bala doğma qabiliyyəti var. Yəni bütün balıqlar kürü tökür, amma akulalar və skatlar diri bala doğa bilirlər. Ona görə yenə bütün balıqlar kürü tökür də deyə bilmirik. Daha sonra bunların üzgəcləri vasitəsilə biz bunların suda rahat üzməsini müşahidə edə bilirik və hamısı bir mənalı olmaqla qəlsəmə tənəffüsü edir. Bircə dənə ağciyər balıqlarında ağciyərə oxşar kisəciklər mövcuddur. Bir növə aiddir bu fikir yalnızca. Bu da bizim balıqlar qrupumuz, onurğalılar içərisində. Növbəti qrupumuz sürünənlərdir. Sürünənlərin dərisi qurudur və pulcuqludur. Pulcuqları isə dəri mənşəlidir. Biz pulcuğu balıqda da dedik, amma orada sümük mənşəli və ya qığırdaq mənşəli pulcuq dedik. Burada dəri mənşəli pulcuq var. Sürünənlərin dərisi qupqurudur, amma balıqların dərisi nəmli idi. Pulcuqlu olsa da ikisi də. Sonra sürünənlər yumurta qoymaqla çoxalırlar və yumurtaları quşların yumurtasından fərqli olaraq nazik dəri şəkilli qabıqla örtülüb ki, quşlarınki sərt qabıqla örtülmüş yumurtaları idi. Sürünənlərin hamısı ağciyər vasitəsilə tənəffüs eləyirlər, quruda yaşayır, əksəriyyəti quruda çoxalırlar, amma bəziləri suda yaşayır. Məsələn, su tısbağaları, timsahlar suda da yaşayır. Buna baxmayaraq gəlib yumurtalarını yenə quruya qoyurlar. Bu səbəbdən biz onları suda quruda yaşayan adlandıra bilmirik. Yumurtalarını quruya qoyduqlarına görə. Yəni su tısbağaları belə sahilə çıxır, yumurtalarını quruda bastırır. Buna görə də bunlara biz yəni amfibilər qrupuna, suda quruda yaşayanlar qrupuna aid edə bilmirik. Su tısbağalarını və ya timsahları sürünənlər qrupuna aid edirik. Və ətrafları bədənin yan tərəfindən çıxdığına görə bunların ətrafları olsa belə yerdə sürünərək hərəkət edirlər. İlanların isə ümumiyyətlə ətrafları yoxdur. Onlar da tamamilə sürünərək hərəkət edirlər. Digər tısbağaların, timsahların, kərtənkələlərin ətrafları olsa da kənarlardan çıxır deyə, gövdənin kənarlarından çıxır deyə ətraflar. Sanki məsələn bu deyək ki, itin bədənidir, onun ətrafları aşağıdan inkişaf edir. Amma kərtənkələnin ayaqları, əlləri kənarlardan çıxır. Ona görə yerisə belə gövdəsinin alt səthi yerə toxunur. Ona görə də biz bunlara sürünənlər deyirik. Sürünənlər amfibilər, balıqlar soyuqqanlıdır. Yəni bədən temperaturu ətraf mühitin temperaturundan asılıdır. Hava soyuyanda bunların temperaturu da düşür, bədən temperaturu, hava isinəndə bədən temperaturları yüksəlir. Ona görə deyirik ki, soyuqqanlı heyvanlardılar.
Qədim dinozavrlar da həmçinin sürünənlərə aid olublar. Çünki onların da dəriləri quru, pulcuqlu olub, yumurta qoymaqla çoxalıblar və buna görə də sürünənlər qrupuna aid olduqları düşünülür. Onlara dinozavr sözü dəhşətli kələz deməkdir. Dəhşətli kələzlər də deyə bilərik. Sonuncu onurğalı qrupumuz suda quruda yaşayanlar və yaxud amfibilərdir. Amfibilər. Bir də burada sürünənlərə bəzən reptililər də deyə bilərlər, reptililər. Amfibilər haqqında nə deyə bilərik? Bayaq dedik ki, tısbağa suda yaşasa da su tısbağası gedib quruda yumurta qoyur. Amma amfibilər həm suda, həm quruda yaşayır, amma gedir yumurtasını suya qoyur. Ona görə də onlara biz suda quruda yaşayan deyə bilirik. Yəni bu amfibilər qrupuna aid edə bilirik. Timsaha həm suda da yaşayır, həm quruda da yaşayır deyə bilərik, amma suda quruda yaşayanlar qrupuna aid edə bilmərik, çünki onlar amfibi deyillər. Amfibilərin bədəni nəmdir, çılpaqdır, yəni üstündə pulcuq, lələk, tük kimi hər hansı bir dəri törəməsi yoxdur. Dəriləri çılpaqdır, nəmlidir. Tənəffüsləri həm dəri vasitəsilə ola bilər, həm də ağciyər vasitəsilə biz onların tənəffüs etdiyini görə bilərik. Hamısı soyuqqanlıdır, yəni bədən temperaturları ətraf mühitin temperaturundan asılıdır və hamısı kürü tökməklə, amfibilərin əksər nümayəndələrini biz kürü tökməklə çoxalanlara aid edə bilərik. Deməli, kürü tökənlər oldu, balıqlar, amfibilər, yumurta qoymaqla çoxalanlar oldu, əksər nümayəndələr üçün desək, quşlarla sürünənlər, diri bala doğanlar isə oldu, məməlilər. Amma diri bala doğmanı biz həmçinin akulalarda, yəni köpək balıqlarında, balıqlar içərisində də müşahidə etdik. Həmçinin də yumurta qoymanı bəzi məməlilərdə də müşahidə etmiş olduq. Sonra, demək, burada nə qeyd edəcəkdim? Dərisinin pulcuqlu olmasına aid etdik balıqlara, sürünənlərə, dərinin nəmli olmasına aid etdik balıqlara, amfibilərə. Həmçinin də biz qeyd etdik ki, bunlarda amfibilərin, reptililərin, bir də balıqların soyuqqanlı olduğunu, quşların, məməllərin isə istiqanlı olduğunu qeyd etdik. Bu da onların əsas xüsusiyyətlərinin qruplaşdırılması. Amfibilərin bir də nümunələrinə baxaq. Burada qurbağanı görürük, tritonu görürük, salamandırlar. Onlar dəriləri zəhərli olduğu üçün belə bir görüntüləri olur, təhlükə siqnalı verirlər. Sarı-qara ləkələri var bədənlərində. Bu da onların zəhərli olduğu məlumatını yayır. Bir də quru qurbağasını görürük. Göl qurbağası və quru qurbağasının fərqi odur ki, quru qurbağası quruda yaşamağa daha çox uyğunlaşıb, amma yenə yumurta kürü qoymaq üçün suya getməlidir. Göl qurbağası isə dərisi daha nəmlidir və gölün rənginə kamuflaj olmaq üçün bu rənglərdə biz onu müşahidə edirik. Növbəti heyvanlarımız onurğasız heyvanlardır. Onurğasız heyvanların qrupları əslində onurğalılardan qat-qat çoxdur. Desəm ki, məsələn, təqribi rəqəm olaraq təbiətdə 2 milyon heyvan növü var. Düşünün ki, bu 2 milyon heyvan növünün təqribən bəlkə də 70% onurğasız heyvandır. Yəni ona görə də onurğasızlar əslində daha çoxdur. Sadəcə biz onların daha az qrupunu öyrənirik. Biz onların öyrənəcəyik buğum ayaqlılar qrupunu, bir də öyrənəcəyik mollyusklar qrupunu. Gəlin buğum ayaqlılardan başlayaq. Buğum ayaqlılara aiddir həşəratlar, hörümçəklər, xərçənglər kimi qruplar. Onlardan da həşəratlardan başlasaq öyrənməyə. Həşəratların fikir versəniz, bizə nümayəndəsini milçək nümunəsi olaraq veriblər. Milçəyin bədəni baş, döş, qarıncıqdan ibarətdir. Yəni bədən 3 hissədən ibarətdir. Hətta bədənin 3 hissədən ibarət olmasını həşəratlar üçün spesifik bir fikir olaraq qeyd edir dərsliyimiz. Ki, yəni bədən 3 hissədən ibarətdir. Kimdə? Həşəratlarda. Baş, döş və qarıncıq olmaqla. Baş hissədə bir cüt bığcığı olur, gözləri olur, ağız aparatı olur. Döş hissədə isə ayaqları, ki, bütün həşəratların 3 cüt ayağı var. Bir neçə istisna var, amma biz bütün həşəratlar deyə keçir deyə dərsliyimizdə o şəkildə də yadımızda saxlayaq. Həşəratların 6, yəni 3 cüt ayağı var. Və bəzilərində 2, bəzilərində 4 və ya bəzilərində də heç olmamaqla qanad sayını qeyd edə bilərik. Məsələn, bitdə, tarakanda biz qanad görmürük. Sadəcə 6 ayağı onun hərəkət orqanıdır. Amma kəpənəkdə fikir verin, 1, 2, 3, 4 qanad var. Ya da
çəyirtkələrdə, şalalarda, parabüzənlərdə biz yenə 4 qanad müşahidə edirik. Bunun digər zərif qanadları altdadır. Amma milçəklərdə 2 qanad müşahidə edirik. Demək ki, həşəratların 2, 4 qanadlı nümayəndələri və qanadsız nümayəndələri müşahidə olunur. Arıdır, kəpənəkdir, parabüzəndir, 4 qanadlıdır, milçəkdir, ağcaqanaddır, mozalandır. Bunlar 2 qanadlıdır. Taxtabitidir, birədir, tarakandır. Bunlar da qanadsız nümayəndələrə aiddir. Bunlar ümumiyyətlə yumurta qoymaqla çoxalırlar və bədənlərinin xarici səthi bütün buğumayaqlılarda, bu arada təkcə həşəratlarda yox, bütün buğumayaqlılarda, yəni xərçənglərdə, hörümçəklərdə və həşəratlarda bədənin xarici örtüyü xitin adlı möhkəmlənmiş bir qatdan ibarətdir. Buna da onun xarici skeleti adı verəcəyik. Burada düşün müzakirət hissəsində hörümçəklə əqrəblər həşərat deyirlər. Amma arıdır, milçəkdir, tarakandır, həşəratdır. Amma bunların 5-ini də birləşdirən xüsusiyyət onların 5-inin də buğum ayaqlılar qrupuna aid olmasıdır. Yəni hamısı buğum ayaqlıdır, amma hamısı həşərat deyil. Sonra baxırıq başqa hansı qrupları var idi dedik. Hörümçək kimilər qrupu var idi dedik. Burada aiddir hörümçəklər, əqrəblər, gənələr hörümçək kimilər qrupuna aiddir. Bir də var buğum ayaqlıların xərçəng kimilər qrupu. Orada yengəcləri, xərçəngləri misal göstərə bilərik. Hörümçəklərə fikir versəz, hörümçəklərin 8 ayağı var. Şəkildə də görə bilərsiniz. 8 ayaq müşahidə edirik. Amma həşəratlarda bayaq qeyd etdik ki, yalnız 6 ayaq biz müşahidə edə bilirik. Həmçinin də əqrəblərin də 8 ayağı var. Ona görə onları da hörümçək kimlər qrupuna aid edə bilərik. Davam edirəm mollyusklar qrupu ilə. Mollyuskların sadəcə bir neçə nümayəndəsinin adını biz qeyd edəcəyik. İlbizlər, kalmarlar, anadontalar kimi mollyuskları tanımalıyıq. Mollyusklardır, sonra buğum ayaqlılardır, sonra həlqəvi qurdlardır, sap qurdlardır. Bunlar əslində onurğasızların müxtəlif qruplarıdır. Sadəcə bizə dərsliyimiz ən çox buğum ayaqlılar və mollyusklar haqqında verib. Ən böyük qrup isə buğum ayaqlılardır. Yəni yer üzərindəki heyvan növlərinin yarıdan çoxu buğum ayaqlıdır. Belə. Keçirəm bitkilərin necə təsnif olunmasına. Yenə bitkiləri də qruplaşdırarkən hər birimiz fərqli üsuldan istifadə edə bilərik. Amma ən başlıca üsul onun çiçəkli ya da çiçəksiz olmasını qruplaşdırmaqdır. Əgər bitki çiçək açırsa ömründə bircə dəfə, o çiçəkli bitkidir. Yox, çiçək aça bilmirsə, çiçəksiz bitkidir. Çiçəkli bitkilərə ətrafımızda çiçəyi olan bütün bitkiləri, meyvə bitkilərinin əksəriyyətini, çiçək açan dekorativ bitkilərin əksəriyyətini deyə bilərik. Çiçəksiz bitkilərə mamırları, qıжıları, iynə yarpaqlı bitkiləri misal göstərə bilərik. Çiçəksiz bitkilərin özlərini də mamırlar, qıжılar və iynə yarpaqlılar kimi böldük. Bax, bu mamırlarla qıжılar sporludular. Amma iynə yarpaqlı bitkilər və çiçəkli bitkilər toxumludular. Ki bunu da burada qruplaşdırmada göstəriblər. Toxumlu bitkilər və toxumsuz bitkilər olmaqla çiçəkli bitkilər və iynə yarpaqlılar toxumludular. Amma mamırlarla qıжılar sporla çoxalırlar. Ona görə toxumsuzdular. Demək, mamırların nə kökü, nə gövdəsi, nə yarpağı heç biri olmur. Qıжıların isə kökü də var, gövdəsi də var, yarpağı da var. Amma toxumu, çiçəyi, meyvəsi yoxdur. İynə yarpaqlıların kökü, gövdəsi, yarpağı, toxumu var. Amma çiçəyi və meyvəsi yoxdur. Çiçəkli bitkilərin isə çiçəyi, toxumu, meyvəsi, həm də kökü, gövdəsi, yarpağı mövcuddur. Deməli, ən az orqan sayını mamırlarda gördük. Heç bir orqanı yoxdur. Qıжıda kök var, yarpaq var, gövdə var. İynə yarpaqlı bitkilərdə yenə gövdə var, yarpaq var, kök var, bir də toxum var. Toxum var. Çiçəkli bitkilərdə isə kök var, gövdə var, yarpaq var, həmçinin çiçək, toxum, meyvə də var. Yəni, bütün orqanları mövcud ola bilər çiçəkli bitkinin. Sonra var bir də burada quruda ya da suda yaşamasına görə bitkiləri qruplaşdırma metodumuz. Əgər ki, bitki uzun müddət suda yaşamağa uyğunlaşıbsa, onda ona biz su bitkisi adı verəcəyik. Məsələn, burada bizə hidrillanı, su gülünü, su zambağını misal olaraq verib. Bu bitkilərin yarpaq ayaları adətən iri olur və suyun üzərində yaşamağa uyğunlaşır. Qurbağaların filan cizgi filmlərində bu bitkinin üstündə, yarpaqları üstündə oturduğunu müşahidə edə bilərik. Bu belə.
su bitkiləridir bunlar. Amma quruda yaşayan bitkilər ya məsələn deyək meşədə yaşaya bilər, ya səhrada yaşaya bilər, dağlıq, düzənlik ərazilərdə yaşaya bilər. O zaman biz ona quru bitkisi deyə bilərik. Məsələn burada bir neçə quru bitkisi müşahidə edə bilirik. Lalədir, düzənlik bitkisidir, ağcaqayındır, meşə bitkisidir, kaktusdur, səhra bitkisidir. Məsələn bu şəkildə qruplaşdırıblar bizim üçün. Bu da bizim demək bitkilərin qruplaşdırma, təsnifat metodları. Bölməmizdə nələr öyrəndik? Bölməmizdə canlıları qruplara böldük. Bitkilər, heyvanlar, göbələklər və bakteriyalar olmaqla. Bakteriyalar və göbələkləri 6-cı sinifin bölməsində öyrənəcək, 3-cü bölməsində öyrənəcəyik. Amma bugün bitkilər və heyvanları qruplaşdırmağı öyrəndik. Bitkiləri qruplaşdırarkən çiçəkli və çiçəksiz olmaqla, çiçəksiz bitkiləri isə mamırlar, iynəyarpaqlar və qıcılar olmaqla qruplaşdırdıq. Heyvanları qruplaşdırarkən isə əsasən onurğalı ya da onurğasız olmasını əsas götürdük. Onurğalılara sürünənləri, amfibiləri, quşları, məməliləri və balıqları misal göstərdik. Onurğasızların isə ən böyük qrupunun olan buğumayaqlıları, bir də malyuskları ki, burada onu buğumayaqlı olmayanlar qrupu adı altında təsnif ediblər. Mövzu izahımız bu qədər. Sağ olun.